Əli Emre Əliyev bilirsiniz də, yazığın başına oyun gəldi. Az ona buna söz atsın. Az cəmaat xəstəxanadadır. Allah şəfa versin. Ha, evə keçib. Yazın da, Allah köməyi olsun. Biraz da indi evdə dincəlsin. Bəli. Şey oldu, yıxılmağına görə üzülmədin. İnsandır da. Neş üzülmən, insandır da. Allah kömək olsun. Əlidə niyə acığın tutur sənin? Yox, mənim acığım tutmur. Əli özü də bilirdi. Həmişə mən deyirdim ki, yoldaşı da bilir ki, mən özümə görə demirəm. Mən kiməsə söz... Hər insana, hər adama da söz atmaq olmaz. Eləsi var, doğrudan həqiqi oxuyur. Onu da pisləyir. Bir verilişdə idik. O əvvəldən elə olub. Əvvəldən heç kəsi bəyənməyib. Açıq deyim sizə. Bəli. Amma... Eşidirik hamısını. Eşitsin də. Əli! Rəhəngiz xanımın dediklərini Əli müəllim eşitdi və burada əsəbləşdi. Hal-hazırda Əli müəllim buradadır. Rəhəngiz xanım nə deyib ki, əsəbləşdi? Əli müəllim, necəsiz? Afət, səndə də az yoxdur ha. Gərək elə deməzdiniz də, əsəbləşdi, dərman verdi qızı ona. Nə demişəm? Əli həmişə mən onunla... Rəhəngiz əvvəldən, Rəhəngiz... Bəli. Bir dəqiqə deyər Rəhəngiz. Buyur. Bilsən, sən əvvəldən başı boş adam olmuşsa, indi də qalmışsa eləcək. Yəni bilirsən... Başı boş sənsən, Əli ayıb olsun sən. Bir dəqiqə üzr istəyəm. Ona görə mənimlə duetlər oxuyurdun. Sən o boyda estrada əsərini oxuyurdun. Allah sənə... Sən mənə deyirsən, iki daha mahnı oxuyurdun. Toyda mənə qədər. Sən mən oxuyan mən eləmişim, Zara oxuyan. Abi sən nə danışırsan? danışırsan? Kim oxuyansan? Kim sənə deyir? Mənə bax, mən səndən qabaq Hüseyin ağa ilə, Akiflə, 85-də mən... Allah aşağı, sənlə biz 83-də Onlar tanışırdıq. məndən sonra oxumusa onlarla, məndən sonra. Onlar məndən sonra oxumusa. Bəli, Sən nə danışırsan? əvvəlcə mən səni aparmışım toya özümlə. Valla, sən yadından çıxmamışsın. 4 dağ mahnı bilirdin toya gələndə. Yadına gəlir? Xeyr. 4 dənə. Mən toylar aparmışım, sən nə danışırsan? Neysə, mən Elgiz, sən Əli ala onun xəstəsən, səsini sən al uca doğrudan oradan. çaşmışsam. Səsini al. Siz mənə zəng eləmişsiniz əsəlləşdirməyə. Kim zəng vurur? Yoxsa neçə? Niyə zəng eləmişsiniz balam, mənə? indi deyə... Niyə gəlmişsiniz mənim evimə? Ay Əli, Bir əsəbləşmə. dəqiqə deyən də Elgiz saxla da. Ay Əli, niyə əsəbləşirsən? bitirəsən. O yazı pis söz demədi, Rəhəngiz sənə də pis söz Amma demədi. olmur axı belə şey eləmək. Əli,